Bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan Isuzu markalı 50 avtobus gətirilib. Geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə yeni avtobuslar digərlərindən fərqlənir. Xaliq Fayqoğlu Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Füzuli Sadqov Azərtaca bildirdi ki, avtobuslar Avro 5 standartlarına tam cavab verir. Yəni avtobus idarə olunan zaman havaya zərərli qazlar buraxılmayacaq. 24 oturacağı və 69 sərnişin tutumu olan avtobusun üstünlükləri bununla bitmir. Avtobusda kondisioner də quraşdırılıb. Nəqliyyat vasitəsinin yan şüşələri yay fəslində sərnişinləri narahat edən günəş işığını 80% azaldır. Salonda quraşdırılan müşahidə kameraları isə burada baş verənləri avtobusun yaddaş qutusuna ötürəcək. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib düşməsi üçün avtobusda xüsusi panduslar da quraşdırılıb. Ondan da əlavə bu avtobusların üstün cəhətlərindən biri odur ki, avtobusun qapısı bağlanmadan avtobus yerindən hərəkət edə bilmir. Bu da yəni əvvəl gördüyümüz avtobusun qapılarına sallanmaq olmayacaq. Qeyd edək ki, avtobuslar bir neçə gündən sonra əvvəlcə 65, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə buraxılacaq. Gələnin əvvəlində isə paytaxtda daha 150 avtobusun da gətirilməsi nəzərdə tutulur. Sevinç İskəndərova, Vüsal Vidadioğlu, Hümbət Məmmədov, Azərtac.